Həmişə biz yaşımızı gizlədirik də qorxuruq. Ay, yaşımızı bilməsinlər. Ay, yaşımızı bilsələr nələr olar, nələr baş verər. Amma belə fərqli fikirlər var da. Biri deyir, yox 50 yaşından sonra qocalıq başlayır. Digər ölkə deyir, yox 75 yaşından sonra qocalıq başlayır. Digər bir ölkə, statistika, araşdırmaçılar deyir, yox 80 yaşından sonra qocalıq başlayır. Görək, burada da yaşla bağlı nələrsə yazılıbdır. Ümumdünya Səhiyyə Təşkilatı gənclik yaşını 45 yaşa çatdırır. Bizim yaşımız keçəndən sonra, halbuki biz 30-35 yaşından sonra qoca sayılırdıq. İndi gətiriblər 45 yaşa qədər insan gənc sayılır. Milli Az 3 nöqtəyə istinadən xəbər verir ki, rəsmi təsminata görə gənclər 45 yaşına çatmamış şəxslər hesab olunur. Yəni 45 yaşına çatmışsansa, 45 yaşdan sonra qocalığa başlayır, 45 yaşa qədər gənc sayılırsan. Orta yaş həddi 60, qocalar isə 75 yaşa qədər davam edir. Bundan sonra qocalıq dövrü başlayır. 75 yaşından sonra qocalıq başlayır. Hörmətli izləyicilərimiz, 60-dan 65-dən çox yaşı olanlar. Əvvəli bu əhali qrupunun yaşı 1 il cavan idi. Müvafiq olaraq 44, 59 və 74 yaş. Əgər insan 90 yaşını qeyd edirsə, o artıq uzun ömürlü nə sayılır? Uzun ömürlü sayılır. Əzizlərim, həvəsdən düşməyin. Hörmətli 60, 65, 70, hələ 75, 75 qocalığı başlayır 75-dən sonra.